Oruç tutmaq bacarmıdır. Gündə bir çörək vermək lazım, onu da bilmirik. Ya Resulallah, birdən bir nəfərin heç imkanı yoxdur, o gündə bir çörəyi də verə bilmir. Onun da bir əvəzi var, bir əməl var ki, biz eləyək, haman savabı əldə eləyək, deyir, bəli var. Hər şeyin nədir? Belə deyək də bizim dildə alternativi var, əvəz edicisi var. Qalə yusəbbihullaha fi kulli yawm min əyyami Rəcəb ilə tamam şər. Hər gün, Rəcəb ayının hər günü nədir? Allaha zikirləsin, təsbih eləsin. Müəyyən zikirlər var, onlar qısa zikirlərdir. İndi hər kəs bunu götürüb yazıb, oxuya bilər, əzbərləyə bilər. Zikirlər də bunlardır. Gündə hər gün 100 dəfə. Subhanəl ilahul cəlil. Subhanə mən la yənbəğit təsbihu illa ləh. Subhanəl əəzzul əkrəm. Subhanə mən ləbisəl izzə və huvə ləhu əhl. Allaha alqışdır, təsbihdir, tərifdir. 3 dənə, 4 dənə cümlədən ibarətdir. Sədəqə verə bilməyən hər gün Rəcəb ayında 100 dəfə bunu desin. Heç bəlkə də yarım dəqiqə vaxt götürmədi. Gördünüz, bir dəfə də deyirəm, baxın. Subhanəl ilahul cəlil. Subhanə mən la yənbəğit təsbihu illa ləh. Subhanəl əəzzul əkrəm. Subhanə mən ləbisəl izzə və huvə ləhu əhl. Bunu 100 dəfə gündə demək. O kimlər üçündür? Haman o şəxslər ki, oruç da tuta bilmir, sədəqə də verə bilmir, bunu desin.